Bugün Ərbəin günüdür, İmam Hüseyin əleyhissalamın 40-ıdır və günümüzdə bəşər tarixində ən mühüm hadisələrdən biri baş verməkdədir. Bugün milyonlarla insan Nəcəfdən Kərbəlaya qədər kilometrlərlə yol qət edib, piyada İmam Hüseynin hərəminə axışırlar. Bu, tarixdə misli görünməmiş bir aksiyadır, bəşər tarixində. Deyərdim ki, insanlıq tarixinin ən əzəmətli toplantısıdır. Əhl-i-Beyt məktəbinin təlimləri nəhayət ki, öz bəhrəsini verməyə başlayıb. Dünya İslam mədəniyyətini yenidən öz həqiqi simasında doğulmasına şahidlik edir.